Salam əziz dostlar. Mən bu gün hər vaxtınız xeyir olsun. Mən bu gün çox gözəl bir ocağa, məkana gəlmişəm. Bizim məşhur sənətşünas alim, sənətşünaslıq elmləri doktoru, Azərbaycan qədim dövr incəsənətinin layiqli və yeganə tədqiqatçısı olan Nəsir Rzayevin ocağındayım. Onun övladı professor, tarixçi alim Hikmət müəllimin qonağıyam. Hikmət müəllimdən xahiş edirəm ki, Nəsir müəllim haqqında öz xatirələrini danışsın. Biz də onu dinləyək. Sonra da inşallah sizlər də dinlərsiniz. Ümid edirəm ki, çox məmnun olarıq və Nəsir müəllimin də ruhu şad olar. Allah Nəsir müəllimə rəhmət eləsin. Hikmət müəllim, buyurun. Deməli, salam əleykum. Mən birinci dəfə deyil ki, belə çıxış edirəm. Elmi tədqiqatlarda iştirak edirəm, öz təfəmi verirəm. Ulu babam Mirzə Fərəcdən çox danışmışam. Bəli. Bibim Ağabacı Rzayevadan çox danışmışam. Anam Məsuma Rzayevadan Azərbaycanda ilk kinoşünas olub. O kandidat nauk. Ondan da çox danışmışam. Atamdan o qədər çox danışmamışam. Çünki özü ki təvazükar idi. Onun yanına gələndə nəsə çəkilişlər olub, neçə dəfə film zad çəkiblər Qobustanla əlaqədar. Otururlar bağlı qapıda korrespondentdən. Nəsə danışırdılar, zad edirlər. Sonra kəsib doğrayandan sonra kinoya nə çıxırdı, onu o şeydə görmüşəm. Köhnə disketlər. Bəli. Onlar var. Amma özüm ondan danışmamışam. Çünki atamın apardığı tədqiqatlar çox çətin yolla gedib. Çox çətin yolla gedib. Özü 20 yaşında 1939-cu ildə əskər gedib. 20 yaşı olub, gedib əskər. 39-dan da vaxtından müharibə başlayıb. 45-ci ilə qədər müharibədə olub. Bu adam ki, əqli ilə, zadla, elmi, tarixçi, incəsənət ustası. Amma gəl ki, bu pagonla gezib bu dünyanı, İranda olub, Moldaviyada olub, sərhədçi olub. Sonra gəlib Azərbaycana, deydəndən sonra 49-cu ildə oxuyub, diplom alıb, qırmızı diplom. Bədbəxtlikdən qırmızı diplom aldığına görə orada da deməli Mücəffər Bağırovun təşkilatı ilə az diviziya yaranır. Bütün əlaçıları yığırlar ora ofitserski sastav. Pagon verirlər, gənə təzədən bunu orduya aparıblar. Bu ilə bir yerdə oxuyanlar, oğlanlar, qızlar hamısı akademiyada cürbəcür vəzifələr zadda tutublar. Bu sonra neçə vaxtdan sonra 53 idi, 54 idi. İkinci oğlu olandan sonra zad ediblər. Az diviziyanı bağladılar. Bu gəldi o okirin axırını dayandı. O gələndən sonra gəldi, aspiranturaya girdi. Aspiranturaya girəndən sonra Azərbaycanda, Bakıda. 3 il Bakıda. 3 il kandidatlığı verirlər. 5 ildə verirlər doktorluq. 8 ildə doktor nauk oldu. Maşallah, Allah rəhmət eləsin. Maşallah söhbətində ürəyib başa düşdün ki, nə qədər ki bunun dala atdılar, o müharibə ilə zadla əlaqədar. O gəldi, hamını gəmi keçdi qabaq. Ona görə deyim də, sən ki, nə qədər çalışqan olsun, mübarizkar. Seçdiyi dövrdə Qafqaz Albaniyası. Mən yadımdadır, belə xudmani məclis var idi, öydük o məğribə. Soruşdular ki, anamdan, bu nədən yazır, bu gündə yazır, pastayanlı yazır. Anam dedi ki, Albaniyadan yazır da. Belə, o vaxtlar Albaniya bizim birinci düşmənimiz idi.
eserinin. Eserinin. Nə mənada? Necə? Siyasi mənada. Siyasi mənada. Siyasi mənada. Постоянно orada radyo Albaniya deyirdi ki, Sovetski narod будет встречать Новый год в окопах, mən nə bilim nə. Hədə qorxu zad gəlirlər bizə. Albaniya deyəndə hamı belə tutuldu ki, bu necə yəni bu bizim düşmənlərimizdir də. Mama dedi ki, yox, Qafqaz Albaniyası. Onda belə zad oldular. Güya bilirdilər ki, Qafqaz Albaniyası neydi. O vaxtlar heç Qafqaz Albaniyası işlənmirdi. Yox idi. Nə tədqiqatçısı var idi, nə yazanı var idi, nə pozanı. Atamın disertasiyası müdafiə ediləyəndə Tiflisdə. Amiranaşvili var idi, akademik. Qafqazda, Timboli Gürcüstanda tanınmış belə birinci nömrə idi. Atama çox yaxşı rəğbət zad göstərdi, kömək elədi onu müdafiə eləməyə. Tək getmişdi buradan Bakıdan, Tiflisdə getdi, müdafiə elədi, gəldi. Gürcülər çox yaxşı münasibət göstərdilər ona. O zaman o disertasiyası. O zaman o deyəndə ki, bu gəldi sabahları müdafiə edib, bu günləri deyirlər birinci oponent yoxdur xəstələrin. Naxadu Amiranaşvili bir adam tapır, verir buna disertasiyanı, sabahları birinci oponentsən, çıxış elə. Onlar biri-birinə kömək eləyə, hərisi bir ad qazanıb, başa düşürsən, düşüblər xoda. Bizdə birinci Nəsir Rızayev gəlib Azərbaycandan. Müdafiəni keçirdirlər, zad edirlər. O Amiranaşvili girir bunun qolduğuna, gəzə-gəzə Tiflislə gedirik. Gedirik, gəzə-gəzə gəlir. Mən deyir, burada yaşayıram ki, qalxaq bir dağı bura. Qalxdıq yuxarı, salam mən, oturduq balkonda, söhbət, zad oyandıya. Birazdan digər keçir içəri. İçəri keçdim, gördüm, burada bir stol açılıb, banket. Bütün o iştirak edənlər, zatlar, hamısı buradadılar, yığılıblar. Baba dedi ki, bunu banketi mən verməliyəm, müdafiəni mən eləmişəm. Amiranaşvili dedi, sən burada qonaqsan. Görək. Sən burada qonaqsan, biz sənə banket verəcək. Gələrik Bakıya, Bakıda verərsən. Belə kişi deyə, günlərin bir günü çox maraqlıdır. Mən Gürcülərin heç vaxt zəhmətini itirmərəm, nüfuzunu da itirmərəm heç vaxt. Burada Bakıda bir dəfə bu şeylə gəzində bu Amiranaşviliyə nəsə biz keramikaya belə baxırıq. Nədir? Özdə dolça da döyürək. Dolçanın bir kısoku bu boydana. Söhbət düşür bu kısokdan. Amiranaşvili deyir, burada deyir bu şeydə ağ ləkələr olmalıdır. Keramikanın içində. Əgər ağ ləkələr varsa, o deməli bu nümayəndələr, burada yaşayanlar xeyli irəli getmiş sayılırlar. Atam deyir ki, bizdə var ondan. Ola bilməz. Necə ola bilməz? Gedək. Turğunun qolundan aparır bunu Tarix Muzeyinə. Tarix Muzeyində xahiş edirlər, o stəndə açırlar, o kısoku çıxardır, göstərir bunu ki, bu da bizdə var. Deyir, çıxartdı cibindən bıçağını, o cib bıçağını. Belə qurtaladı, belə zadı. Gördü ki, falsifikat diyor bu. Koydu cibinə bıçağını, dedi ki, mən sizi təbrik edirəm. Siz də irəli gedən xalqlardan birisisiniz. Bax, bir dənə bu kısoku ilə. Təsdiq edir. Hə, təsdiq edir ki, keramika odur. İsmət müəllim, atanızın sənətşünas dostları kimlər olublar? O daha çox kimlə belə münasibət saxlayırdı, dostluq münasibəti var idi? Sizə qonaq gəlirdilər? Bizdə qonaq, например, anamın yaxşı əl qabiliyyəti var idi. Ananız da kinoşünas olub, düzdürmü? Həm kinoşünas idi, kinostudiyada 10 il işləmişdi. Baş redaktor Xronika adında.
yaxşı əl qabiliyyəti var idi. O işəndə Mürsəl Nəcəfov yadımdadır. Gəlmişdi bizə, gəlmişdi. O Qalubkina var idi. O vaxtda. O yadımdadır. Bu deyim sənə ki, bu özü ki kəndördi. İskəndördi. Onu точно deyirəm ki, bax bizdə bir butulka naprimер hansısa bayramda açılıbsa, o açıq butulka elə qalırdı aylarla, sonra turşuyu tullayırdılar. O yadımdadır. O ikən məclis olanda kişilər yığılırdı. Bilsən belə, söhbət ondan gedir. Onun xarakteri necə idi? Xarakteri necədir Nəsir Rzayev? Xarakter, Yəni, bu müharibə körradı bunu xarakterini. Haçansa bəlkə də yaxşı olub xarakter. Amma bax, hövsələsiz olmuşdu. Hövsələsiz O olmuşdu. da Astanovkadan naprimер oturdu da cəmaat soxulur da avtobusu da. Bu özünə qıymırdı axı. Qoy istəyirsən sənə üçün bir şey, interesli şey danışım. Amma bilmirəm, yaz da sonra pozarsan. Yox, qalsın, tarixdir də, xatirədir. Nəsirlə elə mən özümdə. Biz Bakıxanovuq. Nəsir Rzayevin familiyası Bakıxanov idi. Əlbəttə. Fuad Bakıxanov ilə siz qohum Mən olursunuz. bir dəfə Fuad cavandı, deyən. Sən uzağı Tofiqdən danışa bilərsən. Tofiq elə ən kiçiyi idi. Əhməd xanla ondan danış. Əhməd xan dayı oğlu, bibi oğlu idi Mirzə Fərəclə. Sizin babanızla, atanızın atası ilə, Atamın babası ilə. atanızın babası ilə, Mirzə Fərəc. Atamın babası ilə. Onlar qohum. Dayı oğlu, bibi oğluydular. Mirzə Fərəcin özü nəçi olmuşdu? Sizin ulu Tarzən ailesi. Mən orada qeydləmişdim məqaləmdə, düzdür. Mirzə Fərəcin yazdığı muğam proqramları ilə 9 dənə muğamda 9'unda yazıb bu. Bunları da düzmüşdü. Bizdən muğamatı qabaq necə gəldi çalırdılar. Kimi hansı qısoku başarır. O çətin yerləri də var. O çətin yerləri atırdılar. Mirzə Fərəc əvvəldən axıracan hər muğamı nizamlayıb. Bax, başlayırsan bu ilə, qısarırsan bunu ilə. İçindəkilər filan. Bacarırsan, oxuyursan, bacarmırsan, get deyən qıraqda. O da belə idi, atam fason. Allah rəhmət eləsin. Deyən görü. Bunu mənə özü deyib, oğlu, Əhməd xanın oğlu. Bakıxanov, Əhməd xan Bakıxanovun oğlu. Da ne şeydi, bir daha Cəlbamet deyirlər ona. Məmməd Rıza. Bir dəfə hüzurda gəldi, oturdu yanında. Mən onu tanımıram, o məni tanımır. Yaşlı belə kişiydi, belə salidli, ağbaşlı. Sonra onun şəkillərini görmüşəm. Ağbacı ilə bir yerdə zad ediblər, işləyiblər bir yerdə. Ona həm dərs edib, sonra zad edib. Bunlar öz sülaləsini saxlayırdılar, başa düşürsən. Tək Bakıxanovla söhbəti deyil. Bura Mirzə Fərəc həm qohum olduğunu, həm sənətin bilsən Sənətkar olduğuna görə. Çox belə cəmaat toyda görürdülər bunu da. Konser zad yox idi ki. El şənliklərində. El şənliklərində, toyda kimi çağırırdılarsa öyü yesindən soruşur. Mirzə Fərəc olacaq orada. Söhbətimiz çox şirin gedir. İndi biz istəyirəm ki, söhbətimizi burada saxlayaq. Yeni bir keçdilək bir yeni video. Çox xoşdur ki, bu gün bizim mərhum, çox nüfuzlu sənətşünas alimimiz Nəsir Rzayevin oğlu, tarixçi, alim, professor Hikmət müəllimdən Nəsir müəllim haqqında, sənət haqqında, onun eyni zamanda BBC Ağabacı Rzayeva haqqında, ilk şərqdə ilk qadın bəstəkar, ondan sonra profesional, eyni zamanda Fərəc Rzayev haqqında, Nəsir Rzayevin babası. Onlar haqqında danışırıq. Yeni bir
videoya keçid edəcək inşallah. Bir daha çox məmnunam Hikmət müəllim. Buyurun, son söz bəlkə bir də. Son hara, Hələ başlanğıcdır. İndi başlamışdım. Eşq olsun, eşq olsun. Mən də